Dabaq xəstəliyi ilə bağlı yayılan xəbərlər süd və süd məhsullarının satışına da təsir edib. İnsanlar xəstəlikdən ehtiyat etdikləri üçün tərkibində süd olan şirniyyatlardan belə imtina edirlər. Bəs görəsən heyvanlarda müşahidə olunan bu xəstəlik insanlara keçə bilərmi? Sualı mütəxəssislər cavablandırıb. Son günlər heyvanlar arasında yayılan dabaq xəstəliyi ölkədə narahatlığa səbəb olub. Təkcə bölgələrdə deyil, elə paytaxtda yaşayan sakinlər də narahatdılar. Bakıya ət, süd və digər ağartı məhsulları daha çox bölgələrdən gətirildiyinə görə sual ortaya çıxır. Heyvanlar arasında yayılan dabaq xəstəliyi insanlara keçə bilərmi? Suala cavab tapmaq üçün əvvəlcə üz tutduq ət kəsimi məntəqələrinə. Ətə baxarkən bu heyvanın dabaq xəstəliyinin olub-olmadığını seçmək olurmu? Niyə olmur ki? Yəni dabaq mal arıqlayır, zəif olur yeməməyinə görə də. O baxsın ki, ət bomboş sıntır kimi. Bunun dabaq xəstəliyi olsaydı necə bilmək olardı? Nə olardı üzərində? Üzərində heç bir şey olmur. Bu sadəcə malın ağzında olur. Ətində heç bir problem yoxdur. Qara yara deyil, bir şey deyil. O nə xəstəlik ki? Siz gedirsiniz özünüz seçirsiniz heyvanı. Özüm seçirəm. Mən o malı gətirəndə də düzdür. Buradan göstərib müştəriyə aparıb kəsim məntəqədə kəsib gətiririk də. Müdürümüzün öz ferması var Ağcabəddə, Taxtaköprüdən. Bizim heyvanlarımız oradan gəlir və tam sağlam şəkildə. Biz heyvanlar da ki, baxanda onsuz da bilirik ki, xəstə heyvan hansıdır və yaxud xəstə heyvan olmayan heyvan hansıdır. Yəni ki, həkimin nəzarətindən də gəlib yoxlayırlar. Belə bir kağızımız da var yəni. Gəlib yoxlayıb gedirlər. Yəni tam sağlamdır, gəlib müştərilərimiz də alıb, hər gün də alıb gedirlər. Hər gündə kəsimimiz var. Yəni hər dəfə sizə təzə ət məhsulları gəldikdə baytarlıq arayışı alırsınız onun üçün. Bəli, alırıq. Dabaq xəstəliyi ilə bağlı yayılan xəbərlər süd və süd məhsullarının satışına da təsir edib. Son vaxtlar xəbərlər çıxır ki, bəs xəstəlik yayılıb heyvanlar arasında, o da təsir edir. Var, təsir eləyir, bəli. Görürsən, bazarda heç adam yoxdur. Bəs sizin məhsullarınızın, məsələn, xəstə heyvandan olmamasını necə yoxlayırsınız? Yox, bu üzə bir ilin pendilləridir, 6 ayın pendilləridir, xəstəlik indi əmələ gəlib. Bəs burada süd məhsulları var idi, məsələn, süd, qatıq, onlar necə? Süd götürmürük, qatıq götürürük. Çünki qatığı bişirib şey eləyirlər, qatıq eləyirlər. Süd elə deyir də, sağırlar, pıramı gətirir. Süd götürmürük. Niyə? Qorxuruq da xəstəlik var. Xəstəlik yayılıb deyə siz artıq pendir bağlamırsınız, yoxsa necə? Yox, hələ saxlıq dayandırmışıq, bəli. Piştaxtaları bəzəyən şirniyyatlarda və bir çox qidalarda da süddən istifadə olunur. Deməli, xəstəlikdən qorunmaq o qədər də asan deyil. Bəs nə etməliyik? Heyvanın axan seviyinə və yaxud da yaradakı seviyini axan mayeyə biz toxunduğumuz zaman o zaman o bizə keçə bilər. Bundan başqa bəzən ola bilər ki, yaxşı bişməmiş ətlərdə və yaxud da süd məhsullarından insana keçə bilər. Amma dediyimiz kimi ət yaxşı bişirilərsə və yaxud da süd pastörizə olunarsa, bunun insana keçmə ehtimalı demək olar ki, sıfıra yaxındır. Qeyd edək ki, dabağa yoluxan insanda titrəmə, temperaturun 39-40 dərəcədək yüksəlməsi, baş və əzələ ağrıları olur. Xəstəliyin başlanğıc dövründə ağız boşluğunda yanma hissi, ağız suyu ifrazının artması, sidik ifrazatı zamanı ağrı və bağırsaqların funksiyasının pozulması baş verir. Bundan başqa, dabağa yoluxmuş insan əsəbi olur. Danışmaqda və udqunmaqda çətinlik çəkir. Amma ağırlaşma halları olmasa, xəstə 5-7 gündən sonra sağalır. Qida Təhlükəsizliyi Agentliyi xəstəlikdən qorunmaq üçün vətəndaşlara məhz kəsim məntəqələrindən ət almağı tövsiyə edir. Kəsim müəssisələrində ciddi baytarlıq sanitariya nəzarəti var. Bizim müfəttişlərimiz heyvanı kəsimdən qabaq müayinə eləyir. Əgər klinik formada və yaxud subklinik formada hər hansı xəstəlik şübhəsi aşkarlanarsa, mütləq həmin heyvan kəsimdən kənarlaşdırılır. Eyni zamanda heyvan kəsildikdən sonra da cəmdəyin baytarlıq sanitariya ekspertizası aparılır və ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Bundan sonra müşahidə edici baytarlıq sənədləri vasitəsilə istehlak obyektlərinə və yaxud ticarət şəbəkəsinə yönəldilir. Qurumdan onu da bildirdilər ki, bugünə qədər insanlar arasında dabağa yoluxma qeydə alınmayıb. Sözü gedən xəstəlik qida təhlükəsizliyi nöqteyi nəzərdən hər hansı risk daşımır. Amma yenə də ehtiyatı əldən verməmək, ət məhsullarını yaxşı bişirmək və südü sterilizə etmək lazımdır. Səbinə Şükürova, Zaur Ağamir, Sərxan Daşdəmirov, İTV Xəbər.